Muradov Mingəçevir şəhər sakini, Mingəçevir şəhər stansiyasının keçmiş işçisi, rəis işləmişdir, hal-hazırda təqaüddəyəm. Mən minnətdaram bu günlərin Mingəçevir şəhərdən nəqliyyat mühitəzdən istifadə edilir, sərnişin qatarının işlənilməsinə 2001-ci ildən 2011-ci ilə qədər Bakı Anakür qatarı fəaliyyət göstərmişdir, sonralardan dayandırılmışdır. Hal-hazırda Mingəçevir Aksafa marşrutu açılır, gündə 2 dəfə hərəkət edəcəkdir. Mingəçevir sakinləri rahatçılığı üçün, təhlükəsiz mənzil başına çatmaq üçün ən qəşəng nəqliyyatlardan biridir. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə, başda sədr olmaqla hamısını Mingəçevir sakinləri adından təşəkkür edirəm, minnətdarlığımızı bildiririk ki, bu günlərin insanların təhlükəsiz öz mənzillərindən təyinatlı stansiyaların, təyinatlı mənzilə çatdırılmasına təminat edən belə bir qatar açılır. Sağ olun, minnətdarıq. Çox sağ olun. Siz də bir maşinist kimi öz ürək sözlərinizi deyərdiniz. Mən də İbrahimov Zakir, köhnə maşinistlərdən necə deyərlər ki, köhnə maşinist kimi çox sevindirici haldır ki, hal-hazırda biz Mingəçevir stansiyasına qədəm qoyduq. Yəni yenidən də bu qatarın açılması və yeni qatarın açılmasında biz böyük fəxr duyuruq və hal-hazırda Sabir müəllim mən burada gördükdən sonra həqiqətən də böyük bir, necə deyərlər, sevinç halına gəldim və çox gözəl bir layihədir bu layihə ki, bu qatar həqiqətən də Mingəçevir stansiyasına açıldı. Neçə illərdən sonra yeni qatarımız, yeni necə deyərlər, analog olmayan bir qatarlarımız Mingəçevir şəhərinə bura qədəm bastı və o gün olsun ki, bizim sərnişinlərimiz də bizdən narahatçılıq və daim bizi ilə fəxr edesinlər ki, biz onları mənzildən mənzilə bizim vəzifə borcumuzu daşımaq. Çünki bizim ən böyük vəzifəmiz ondan ibarətdir ki, onların təhlükəsini qorumaq. Qatarın hansı xidmətləri var, bax içəridə? Xidmətlərindən deyə bilərsiniz? Qatarın xidmətlərindən deyəndə ki, bizdə indi hal-hazırda bir qadirimiz var, bələdçimiz var hal-hazırda. Onlar möhtəşəm bu qatarın içində öz işlərini və öz layiqincə yerinə yetirməyə hazırdırlar və necə deyərlər, sərnişinlər də heç vaxt narahatçılıq bildirmədən onların hər bir, necə deyərlər ki, qoyduğu qanunlar ki var qatarımızda, onlar dəqiqliklə yerinə yetirir və sərnişinlərin ən birinci narahatçılığı səbəb olmayaraq onlara qulluq etmək şərti ilə gözəl onlar öz işlərindən məsuliyyət daşıyırlar. Çox sağ ol, lokomotiv maşinçidir. Hər bir zaman mən İbrahimova və onun təklik yoldaşlarına həmişə necə deyərlər, Zeylon ulisi arzulayıram, yaşıl küçəyə, qatar həmişə yaşıl küçəyə geçsin. Çox şaddır ki, Mingəçevir sakinlərinin arzuları yerinə çatdı. Mingəçevir şəhər rəhbərliyində sağ olsun ki, belə işdə əməyi var, hamısına minnətdarlığımızı bildiririk. Belə bir qatarın içərisində sərnişinlərə gözəl xidmət kafeləri var, qulluq etmək şansları var. Mingəçevir sakinlərinə uğurlar arzulayıram. Biz də çox şadıq ki, Mingəçevir Respublikamızın ən gözəl şəhərlərindən olan, dördüncü şəhər olan elə bir nəqliyyat növü müasir şəhərimizə bizim yaraşır elə bu qatar. Açılış elan olunur, gediş-gəliş olur. Sağ olun, sərnişinlərə uğurlar arzulayıram. Sağ olun.